Ağcabədidə ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. Belə ki, Hindarx qəsəbəsində Boyat kənd sakini Hafiz Qaraxanoğlu Əliyev idarə etdiyi VAZ 2107 ilə 2012-ci il təvəllüdlü Royal Hürbətoğlu İbrahimov vurub. Ağır xəsarətlər almış məktəbli elə hadisə yerində həyatını itirib. Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Gədəbəydə də ölümlə nəticələnən avtomobil qəzası olub. Hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1985-ci il təvəllüdlü Azad İsmailov ağır xəsarətlər alıb. O xəstəxanaya aparılarkən yolda vəfat edib. Hər iki faktla bağlı araşdırma tədbirləri davam etdirilir.